Gün sona çatır. Günün ən qaynar başlıqları, bölgənin və ölkənin gündəmi, ən son yeniliklər, mütəxəssislərin şərhləri ilə hadisələrə bizimlə yaxın olun. Nicat Quliyevin təqdimatında. Salam, aktual ekranı izləyirsiniz. Rusiya-Ukrayna müharibəsinin birinci mərhələsində Avropadan aldığı dəstəklə Ermənistan bir çox manevrlər edirdi ki, bu manevrlər ağalarının sözlərini Cənubi Qafqazda çatdırmaq xidmət daşıyırdı. Amma ötən müddət göstərdi ki, bu proses belə davam edə bilməz. Təbii ki, Trump administrasiyası Rusiya münasibətlərinin, belə deyək, yaxşılaşmaya doğru getməsi, Ukraynada sülhün imzalanmasına doğru addımların atılması bütün baş verən prosesləri dəyişdi. Və bugün artıq həmin Ermənistandır ki, Avropadan istədiyi dəstəyi ala bilmir. Amma nəticə itibarilə Avropa missiyası və bir çox adlar altında sərhədlərində yad qüvvələri yerləşdirə bilir. Və elə bu mövzu ilə bağlı müzakirəmizi studiyamızın qonağı, tarixçi alim Elman Cəfərli ilə davam etdirəcəyik. Elman müəllim, xoş gördük studiyamızda. Xoş gördük. Bugün Ermənistan siyasi auditoriyasında bir çox fikirlər səslənir. Hansı ki, revanşizm meyilləri, militarizm meyilləri, bugünkü Ermənistanın faktiki siyasi manevrlərinin mərkəzində dayanan ifadələrdir bunlar. Bəs bu proseslər davam edə bilərmi belə? Bizim son 100 illik tariximiz sübut edir ki, Ermənistan-Azərbaycan münasibətdə daim bu siyasəti yürüdür. Biz nəzərə alsaq ki, 1918-20-ci illərdə həm Azərbaycan Xalq Cümhuriyyətinin, bundan paralel Qərbi Azərbaycan torpaqlarında qondarma Ermənistan dövlətinin yaradılması, ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı və deportasiyası siyasəti şəraitində baş verirdi. Sovetlər Birliyi dövründə nə qədər güya Sovet xalqı anlayışı adı altında amorf bir cəmiyyət yaradılmasına cəhd göstərilsə də, xalqlar arasında sülh anlayışı, beynəlmiləçi anlayışı təşviq olunsa da, ermənilər vaxtaşırı Azərbaycan torpaqlarına qarşı iddialarla çıxış edirdilər. 1948-53-cü illərin deportasiyası bunun ən bariz nümunəsidir. 1960-cı illərdə Azərbaycan torpaqlarına qarşı erməni iddiaları bunun növbəti nümunəsi idi və nəhayət 1988-ci ildə hələ Sovetlər Birliyinin çökməsindən bir neçə il əvvəl ermənilərin 20-ci əsrdə 4-cü dəfə bizim torpaqlarımıza qarşı kütləvi iddia və hərbi təcavüzə başlaması da bu deyilənlərin növbəti təsdiqidir. Bu baxımdan ermənilərə güvən yoxdur. Mən 19-cu əsr fransız yazısı Aleksandr Dumanın fikirlərini yada salmaq istəyirəm. O, Qafqaza səfərindən sonra belə bir fikir səsləndirmişdi ki, Qafqazda 3 böyük xalq yaşayır, bunlardan biri Azərbaycanlılardır. Onlarla müqavilə imzalamağa ehtiyac yoxdur, söz verilərsə mütləq əməl edəcəklər. İkinci bir xalq gürcülərdir, onlarla mütləq müqavilə imzalamaq lazımdır ki, sözlərin üstündə dursunlar. Üçüncü xalq ermənilərdir ki, onlarla nə müqavilə imzalamağa, nə də şifahi razılıq almağa gərək yoxdur, çünki heç bir halda öz sözlərin üstündə durmurlar. Bu baxımdan ermənilər kifayət qədər etibarsız xalqlar. Biz Osmanlı İmperiyası tərkibində yaşayarkən ermənilərin Rusiya, Osmanlı İmperiyasının zəifləməsi şəraitində son dərəcə Osmanlı İmperiyasının onlara tolerant münasibət bəsləməyinə baxmayaraq, birdən-birə mövqelərini dəyişib çarizmə xidmət etməklərini xatırlayırıq. Digər tərəfdən, elə bu son bizim xüsusən 44 günlük möhtəşəm vətən müharibəsində böyük zəfərdən sonra ermənilərin gah Rusiya ilə yaxşı münasibətlər saxlamağa cəhd etməsini, gah Fransa ilə müttəfiqliyini, gah Amerikaya meyil etməsini və müxtəlif ermənilərin siyasətində müxtəlif mütəhrik hərəkətləri nəzərə alsaq, ona görə ermənilərdən hər şey gözləniləndir. Sadəcə bizim əlimizi güclü edən bir Cənubi Qafqazda 44 günlük vətən müharibəsindən sonra bilavasitə Azərbaycan müəllifliyi ilə yaranan yeni coğrafi siyasi şəraitdir. Digər tərəfdən Türkiyə-Azərbaycan müttəfiqliyidir, hansı ki 2021-ci il iyunun 15-də Şuşa bəyannaməsi ilə rəsmiləşdirilib. Üçüncü bir tərəfdən Azərbaycan 44 günlük vətən müharibəsindən sonra
qələbə eyfariyasına qapılmayaraq həm hərbi, həm siyasi, həm diplomatik sahədə öz fəaliyyətini daha da gücləndirib və bu baxımdan da ermənilərə əmin olmadan onların verdiyi hər hansı bir sözə, səsləndirdiyi hər hansı rəsmi bir fikrə əmin olmadan Azərbaycan dövləti öz işini görməkdədir. Ermənilərin istənilən manevri, mən əminəm ki, Azərbaycan dövlətinin qabaqlayıcı, operativ, profilaktik addımları nəticəsində boşa çıxacaq. Kifayət qədər razıyam bu fikrindən. Elman mənim üçün ki, ermənilərin rəsmi dairələri, elitası, məsələn, bugün söz verir ki, artıq sülh bağlanacaq ən yaxın günlərdə. Bir neçə gün sonra səslənir ki, Ermənistan artıq müharibəyə hazırlaşır. Çünki o qədər dəngəsiz, balansız bir siyasət həyata keçirirlər ki, qarşı tərəfdə güvən hissi yarada bilmirlər. Məlumat vardı ki, mediada aprel ayının 1-dən iyun ayının 13-nə qədər müddətdə Ermənistan ordusunda toplanış vardı. Bəs bu toplanış nəyə xidmət edir? Təbii ki, bu barədə bizə ətraflı məlumatı hərbi ekspert Elxan Şıxəliyev verəcək. İzləyək, davam edəcəyik. Son zamanlar Azərbaycan tərəfinin Ermənistandan gözləntilərinin sülh sazişinin imzalanması yönündə olsa da, Ermənistan qazandığı müharibədən sonraki zamanı sürətlə silahlanmaya xərclədi və eyni zamanda bununla paralel birinci eşelon bölmələrinin dislokasiya rayonlarında ciddi şəkildə mühəndim istehkam fortifikasiya qurğularını və yeni alınmış silahların yerləşdirmə yerlərini hazırladı. Dərinləşdirilmiş komanda məntəqələri, beton bunkerlər və tunellərin inşası onu göstərir ki, Ermənistan həm aldığı silahlar da, həm də birinci eşelon bölmələrinin müdafiə mövqelərində yerləşdirdiyi bu yeni silahlarla Azərbaycanı yeni münaqişəyə təhrik etmək niyyəti var. Xüsusən də Fransadan alınan Sezar özyeryən havabisalar və Hindistandan alınmış Agaç özyeryən havabisalar, Pinaka reaktiv yayılış atəş sistemləri, Akaş zenit raket kompleksləri bu mövqelərdə yerləşdirilməsi göstərir ki, Ermənistan Azərbaycan ərazilərində mümkün ola biləcək yeni münaqişə zamanında Azərbaycanın birinci eşelon bölmələrinin, silahlı qüvvələrimizin müdafiə rayonlarına və dərinliyinə zərbə endirmək niyyəti ilə bu aldığı silahları bu mövqelərə yerləşdirir. Xüsusən indi onların taktiki, texniki xüsusiyyətlərinə baxsaq görürük ki, kifayət qədər silahlı qüvvələrimizin müdafiə mövqelərindən xaric Azərbaycanın strateji obyektlərinə də zərbə endirə biləcək hava, yer tipli və yer tipli raket komplekslərinə artıq Hindistandan alınmasının danışıqları gedir. Bunların içərisində paralel raket sistemləri var ki, onlar 500 kilometrə qədər zərbə endirə biləcək bir taktiki texniki xüsusiyyətlərə malikdir. Eyni zamanda Brahmos raket sistemlərini, hava yer tipli raketləri Hindistandan almaqla özünün Rusiyadan zamanında aldıqları Su-30M təyyarələrini modifikə edərək gələcəkdə mümkün ola biləcək yeni bir müharibədə bundan Azərbaycana qarşı Azərbaycan strateji obyektlərinə zərbə endirməyə istifadə etmə niyyətləri var. İndi sahədə baş verənləri həm sürətli silahlanmanı, həm bu silahlanmaya daxil edilən yeni artilleriya və raket komplekslərinin yerləşdirmələrini, birinci eşelon bölmələrinin dislokasiya rayonlarında və sülh sazişinin imzalamaması üçün zamanı uzatması onu göstərir ki, Ermənistan yeni bir müharibə hazırlıqlarını tamamlayır. Bu müharibə hazırlıqları əslində büdcədə də öz əksini tapır. Artıq Ermənistan öz büdcəsini, hərbi büdcəsini heç zaman olmadığı qədər maksimum həddə 1,7 milyard Amerika Birləşmiş Dolları həcminə çıxartdı. Bu Ermənistan üçün indiyə qədər heç zaman olmayan büdcə idi.
hardasa ümumdaxili məhsulun Ermənistanın hərbi büdcəsinə yönləndirilməsinin 20% artırılması göstərilir. Əslində müharibə səbəbi olacaq səbəblər sahədə var ikən, bir də sürətli silahlanma ilə və sahədəki gördüyü bu provokativ tədbirlərlə Ermənistanın yeni müharibə hazırlığının mesajları da Ermənistan tərəfindən Azərbaycanda. Təbii ki, Azərbaycan tərəfi də əldə olan bütün kəşfiyyat məlumatları ilə Ermənistanın bu hazırlıqlarının fərqindədir və əslində Azərbaycan tərəfi Ermənistana bundan maksimum çəkinməyə, müdafiə xərclərinin və yaxud silahlanmanın bu səviyyəyə çatdırılmasının yeni mərhələdə, yeni müharibəyə gətirəcək təhriklərə səbəb ola biləcəyini mesajlarını versə də, görünür ki, Ermənistan artıq bu öz vəkalətini onu dəstəkləyən güclərə, xüsusən də Avropa İttifaqına daxil olan ölkələr və Fransaya vəkalət etmiş görsənir. Bu səbəbdən də Cənubi Qafqazda da yeni bir münaqişənin yaranmasına böyük güclərin də strateji hərbi maraqlarını nəzərə alsaq, Ermənistan yenidən 3-cü dəfə də görsənir ki, alət olunmaq və müharibə vasitəsi kimi, ərazisi kimi həvəslənməyə niyyətli görsənir. Düşünürəm ki, indi Ermənistan da bizə ən azından bir-iki müharibə görmüş zamandan artıq silahlı qüvvələrimizi də tanıdı və nəticə etibarilə düşünürəm ki, Ermənistanın seçəcəyi, biləcəyi, nəticəyə gətirə biləcək ən yaxşı variantı seçmədiyini biz görürük. Amma nəticələr nə olacaqsa Ermənistan buna qatlanmağa da hazır olmalıdır. İlham, belə bir fikir vardı ki, ildırım sürətli hücumla sərhəd məntəqələrinin ələ keçirilməsi və sonraki proseslərdə irəliləmə məsələləri ermənilərin. Bu reallıqdırmı sizcə? Mənim fikrimə görə bunun reallaşması tamamilə mümkündür. Amma bir də bunu nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti öz sərhədlərini bərpa edərkən əhalinin böyük qayıdış proqramı çərçivəsində azad olmuş torpaqlara qaytarılması prosesindən də əvvəl sərhədlərdə öz ordusunun, sərhəd xidməti qoşunlarının mövqelərini möhkəmləndirmək, istehkamlar yaratmaq, Azərbaycan dövlətlərinin Ermənistan istiqamətində sərhədlərinin təhlükəsini təmin etmək üçün bütün tədbirləri görüb və görməkdədir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi vaxtaşırı olaraq xüsusilə Ermənistanla sərhəd bölgəsində dislokasiya olunmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələrinin komandan heyətini müşavirəyə yığır, onlara operativ əməliyyat tədbirləri ilə bağlı tapşırıqlar verilir və vəziyyət haqqında yerindəcə məlumat alınır. Bu baxımdan ermənilərin, yenə deyirəm, etibarsız xalq və dövlət kimi istənilən təxribatçı addımı gözləniləndir. Amma biz bu prizmadan yanaşırıq ki, Azərbaycan dövləti istənilən təxribatçı addımlara hazırdır. Xatırladaq ki, 2020-ci il sentyabrın 27-sində son nəticədə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi adlandırdığımız o böyük tarixi hərbi hadisə də məhz ermənilərin təxribatlarından sonra baş vermişdi və Azərbaycan ordusu əks hücuma keçərək öz torpaqlarını qısa müddətdə azad etmişdi. Bu baxımdan da ermənilər də bunu nəzərə almalıdırlar ki, Azərbaycan ordusu həm belə deyək, müasir informasiya texnologiyalarından istifadə edərək erməni ordusunun, erməni hərbi birləşmələrinin özünün dövlət sərhədləri yaxınlığında, yalnız özünün dövlət sərhədləri yaxınlığında deyil, bütövlükdə Ermənistan ərazisinin ən az böyük bir kəsimində dislokasiyası haqqında operativ məlumatlar əldə edə bilir. Digər tərəfdən qabaqlayıcı tədbirlər də görülür. Azərbaycan rəhbərliyi Ermənistan dövlətinin xislətini bilərək, əminəm ki, onların istənilən təxribatına qarşı istənilən anda layiqli cavab verməyə hazırdır. Və biz qeyd elədik az öncə verilişin girişində, hansı ki, ABŞ-Rusiya münasibətləri, Ukrayna münasibətlərində bugünkü vəziyyətdə Avropa İttifaqının Ermənistana dəstək mexanizmləri qismən qırılıbdır.
Niyə qismən qırılıb deyirəm? Çünki istədiyi siyasi hərbi dəstəyi ala bilmir. Amma heç mi ala bilmir? Yox, ala bilir. Ala bilir. Burada biz hal-hazırda görə bilirik ki, binokl diplomatiyası həyata keçirilir Avropa missiyasının və müxtəlif missiyalar adı altında bir çox belə hərbi qruplaşmalar yerləşdiribdir Ermənistanın öz sərhədləri daxilində. Və ötən müddətdə biz sülh istəyirik. Özündən sülh göyərçini yaratmağa çalışan Paşinyan, amma reallıqda bu addımı atırmı? Xeyr, əlbəttə xeyr. Bir tərəfdən Xarici İşlər Naziri Ararat Mirzoyan qeyd edir ki, biz düşmənçiliyə son qoymağa hazırıq, amma digər tərəfdən binokl diplomatiyası həyata keçirir. Digər tərəfdən hərbi birləşmələrin sərhədboyu ərazilərdə gücləndirilməsi və bir çox real müharibə addımları atılır. Bu proses necə qiymətləndirilir? Ermənistan özünün təxminən 100 illik tarixi boyunca Ermənistan dövləti heç vaxt müstəqil şəkildə idarə olunmuyor. 1918-20-ci illərdə Qərb Azərbaycan torpaqlarında ermənilər üçün tarixdə ilk dövləti İngilislər və Çar Rusiyası qurub. Sovetlər Birliyi dönəmində Sovet hakimiyyəti rəsmi Moskva Ermənistan dövlətinin varlığı və yaşaması üçün əlindən gələn hər şeyi edib. Və SSR dağılandan sonra bölgədə yaranmış yeni reallıqlar bu dövlətlərin müstəqil siyasət yürüdəcəyini diktə eləyirdi. Azərbaycan dərhal müstəqil siyasət yürütmək yolunu seçdi. Xüsusən Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanın balanslaşdırılmış, aydın və deyim ki, bütün dünya ölkələri və hətta beynəlxalq təşkilatlarla bərabər hüquqlu, qarşılıqlı fayda əsasında formalaşdırılan xarici siyasəti açıq-aydın görünməyə başlandı. Gürcüstan bir müddət tamamilə qonşularından, xüsusən Rusiyadan uzaqlaşaraq birdən-birə radikal şəkildə qərbə istiqamətlənsə də, son illərdə biz Gürcüstanın qərbdən gözləntilərinin özünü doğrultmadığını, aydın dərk etdiyini və yenidən əslində Rusiya pərəst yox, tamamilə Azərbaycan modelində balanslaşdırılmış xarici siyasət yürütməyə başladığını görürük. Və Gürcüstanın bu siyasət fonunda biz aydın görürük ki, Qərb, xüsusilə Avropa İttifaqı Gürcüstana bu dövlətin layiq olmadığı ən pis münasibəti sərgiləməyə başladı. Ermənistan isə özünün 91-ci ildən hesablasaq 34 illik müstəqillik tarixində hələ bir gününü belə nə Gürcüstan, nə Azərbaycan nümunəsində müstəqil dövlət kimi yaşamayıb. Ona görə də mən əminəm ki, Ermənistan siyasi rəhbərliyinin səmimi olaraq sülh istəyib istəməməyindən asılı olmayaraq, son nəticədə sülhlə bağlı prosesin aparılması, Ermənistan tərəfinə aparılması onların öz iradəsinə asılı deyil. Bəs belə bir məsələni deyim, İlham müəllim, deyək ki, erməni xalqı, siyasi elitası lidersizlikdən əziyyət çəkir. Bəs Avropadan verilən dəstək niyə kontekstdən kənara çıxır? Hansısa sülh missiyası adı altında orada olan bir qrup bugün artıq Azərbaycan hərbiçilərinin, postlarının və digər hərbi lokasiyalarının öyrənilib Ermənistan ordusuna ötürülmə prosesini həyata keçirir. Bu nə qədər, belə deyək, ədalətlidir? İzzət müəllim, biz Avropa və Qərb anlayışlarını sosial, mədəni, texnoloji, elmi müstəvidən siyasi müstəvini tamamilə ayırmalıyıq. Əgər texnologiya, elm və digər humanitar ictimai aspektlərdə Avropa bizim üçün nə qədər inkişaf modelidirsə, siyasi məsələdə Avropa bizim üçün o qədər arzu olunmaz bir məkana çevrilib. Avropa İttifaqının, Avropa Şurasının və ATƏT-in, onun Minsk qrupunun Azərbaycanın bütün müstəqillik tarixi ərzində Azərbaycanla bağlı riyakar siyasətini, ikili standartlarını, bəzən isə açıq düşmənçilik mövqeyindən sərgilənən münasibətini gördükdən sonra sizin verdiyiniz bu suala verəcəyimiz cavab da tamamilə aydındır. Avropa İttifaqı Şurasının, xatırlayırsınızsa, Vətən müharibəsində zəfərdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bilavasitə iki dövlət arasında sülh müqaviləsinin imzalanması üçün missiyanı öz üzərinə götürdü. Və belə aydın olurdu ki, ATƏT-in və onun Minsk qrupunun nüfuzdan düşdüyü bir şəraitdə Avropa İttifaqı daha sülhpərvər mövqe nümayiş elətdirərək o missiyanı üzərinə götürür və bu daha uğurlu olacaq. Və bir müddətdə uğurlu oldu elə. Bəli, əgər xatirinizdədirsə, sizin verilişlərinizdə mən o fikri səsləndirmişdim ki, həqiqətən Azərbaycanla Ermənistan arasında müharibədən sonraki
danışıqlar üçün ən yaxşı model Avropa İttifaqı çərçivəsidir. Azərbaycan dövləti də ona etibar edir. Hətta bizim cənab prezidentin dilindən bir neçə həmiş ayrılmışlar haqqında yaxşı fikirlər, müsbət fikirlər səsləndirilmişdi. Amma 2023-cü ilin sentyabrın 19-20-sində Azərbaycan Xankəndi və ətrafında hələ də separatçıların nəzarəti altında qalan ərazini bir günlük antiterror əməliyyatı ilə azad etdikdən sonra Avropa İttifaqının da bu dırnaqarası sülhpərvər missiyası maskası cırıldı. Və ondan sonra Avropa İttifaqı açıq şəkildə, əslində bu proses bundan da bir qədər əvvəl başlamışdı. Çünki bütün Avropanın, onun müxtəlif qurumlarının, həm Avropa Şurasının, həm Avropa İttifaqı, həm ATƏT-in məqsədi istənilən şəkildə 2020-ci ilə qədər ermənilərin işğalı altında olan bütün torpaqlarda, 2020-ci ildən sonra isə antiterror əməliyyatına qədər nəzarət elədikləri Xankəndi, Xocavənd, Xocalı, Əsgəran, Ağdərə və ətraf kəndlərdəki ərazidə heç olmasa ermənilərə mütləq bir muxtariyyət qurumu yaratmaqdan ibarət idi. Və buna görə də 2020-ci ildə Avropa İttifaqı, xatirinizdə Praqada Azərbaycan prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri Paşinyan arasında keçirilən görüşdə Avropa İttifaqı Şurasının prezidenti Charles Michel və Fransa prezidenti Emmanuel Macron iştirak elədilər. Məhz həmin görüşdə Macronun təşəbbüsü ilə Avropa İttifaqının güya mülki şəxslərdən təşkil olunmuş müşahidə missiyasının sərhəd bölgəsinə göndərilməsi haqqında təklif irəli sürüldü. Azərbaycan bu təklifə prinsipcə razılıq versə də onun sərhəd bölgəsinə göndərilməsinə etiraz etdi. Amma nə baş verdi? Bundan 2 ay sonra Ermənistan Xarici İşlər Nazirinin dəvətlə 2023-cü ilin yanvar ayında Avropa Şurasının 40 nəfərlik dırnaqarası sülh missiyası, müşahidə missiyası Ermənistana gəldi. Az sonra onlar Azərbaycanla birinci Azərbaycan prinsipcə razılıq verdiyi müşahidə missiyasının bölgəyə gəlməsi və sərhəd zonalarına mütəmadi səfərləri ilə Azərbaycan tərəfindən razılığı alınmadı və faktiki olaraq razılaşma pozuldu. Yəni ondan sonraki prosesdə Avropa İttifaqı missiyası tamamilə Azərbaycanın narazılığına səbəb olan şəkildə fəaliyyət göstərməyə başladı. Bir tərəfdən Avropa İttifaqı missiyasının tərkibi genişləndirildi, 40 nəfərdən 200 nəfərə çatdırıldı. Digər tərəfdən Avropa İttifaqının müşahidə missiyası bəyan elədi ki, artıq sərhəd bölgələrə 1500 nəfərlik patrul göndərmək fikrindədir. Bu patrulun istər Avropa İttifaqı ölkələrinin, istər Ermənistanın özünün hansısa hüquq mühafizə orqanlarının əməkdaşlarından ibarət olması prinsipcə onların fəaliyyətini dəyişmir. Yəni istənilən halda həmin patrulun bir hərbi qüvvələr olduğunu nəzərə alsaq, faktiki olaraq bu dırnaqarası müşahidə, sülh müşahidə missiyasının real məqsədləri ortaya çıxmış olur. Artıq Ermənistan sərhədlərinin mühafizəsi prosesinə keçirildi. Bəli, üstəgəl, burada məqsəd ondan ibarətdir ki, bilirsiniz, Azərbaycan qalib gəlmiş dövlətdir. Biz dövlət səviyyəsində həm müxtəlif müstəvilərdə elan etmişik ki, Ermənistan tərəfindən bundan sonra Azərbaycana qarşı hər hansı bir təxribatçı hərəkət, hərbi təcavüz olarsa, yerində dərhal cavab veriləcək. Hətta həmin təxribatın ocağı olan hərbi nöqtə Ermənistan ərazisinin hansı dərinliyində olmasına asılı olmayaraq, ora dərhal məhvedici zərbələr endiriləcək. Ona görə də onlar həmin patrol missiyasına da güya beynəlxalq təşkilatın sülh missiyasının tərkibindəki qüvvələr statusu verməklə Azərbaycanın bu niyyətinin qarşısını almaq məqsədi güdürlər. Digər tərəfdən isə faktiki Azərbaycan sərhədlərinə daha da yaxınlaşaraq Azərbaycan ordusunun həmin ərazidəki hərəkətləri, manevrləri, ümumiyyətlə dislokasiya strukturu haqqında ermənilərə daha rahat məlumat toplayaraq ötürmək məqsədi güdürlər. Amma buradaca Azərbaycan prezidenti cənab İlham Əliyevin 2025-ci il yanvarın 7-sində yerli televiziya kanallarına verdiyi müsahibədə bir fikri xatırlatmaq istərdim. Cənab prezident Avropa İttifaqı müşahidə missiyasının fəaliyyətini tamamilə tənqid edərək, hansı ki, yecəlmiş, onu da qeyd edeyim ki, bu yanvarın 30-da həmin müşahidə missiyasının səlahiyyət müddəti daha 2 il uzadıldı və 2027-ci il fevralın 19-una qədər uzadıldı. Cənab prezident bu müşahidə missiyasının fəaliyyətini tənqid edir
Və sonra ardınca qeyd edir ki, mən həmin missiyanın gələcəkdə necə sürətlə sərhədlərimizdən qaçdığını düşünəndə hər şey mənə gülməli görsənir. Yəni, bu ifadənin altında o gizlənir ki, Azərbaycan sərhədlərinə təhlükə hansı şəkildə yaransın, kimin vasitəsilə yaransın, biz Azərbaycan bu fakt qarşısında sakit durmayacaq. Digər tərəfdən, bu həmin Avropa İttifaqıdır ki, özünün sülh fondu vasitəsilə Ermənistana hərbi dəstək göstərir. Belə bu məsələni istəyirəm bir balaca müzakirə edək, Elman müəllim. Biz niyə deyirik ki, Ermənistan bugün müharibəyə hazırlaşır? Çünki Azərbaycanla sərhəddə yerləşən bir neçə, belə deyək, dayaq məntəqəsi yaradıb ki, bunlar sırf hücuma xidmət edir. Və digər tərəfdən Ararat Mirzoyan bugün çıxıb qeyd edir ki, bəs biz sülh istəyirik, düşmənçiliyə son qoymaq istəyirik. Ondan bir gün öncə Hindistana səfər eləyir və silah alış-verişi ilə böyük ehtimalla bu istiqamətdə bir müzakirələr aparılır. Bəs silahlanma prosesi ilə sülh prosesi uyğun gəlirmi, Elman müəllim? Bilirsiniz, təbii ki, uyğun gəlmir. Amma ümumiyyətlə bu bir prinsipdir ki, bunu ümumi şəkildə qeyd eləmək istəyirəm. Möhkəm sülh istəyirsənsə, təhlükəsizlik istəyirsənsə, hərbi cəhətdən də güclü olmalıdır. Ermənistan da böyük ehtimalla bu prinsipi nəzərə alır. Amma əslində Ermənistanın bu prinsipi də, yenə deyirəm, Ermənistanda siyasi rəhbərliyin, siyasi diplomatik rəhbərliyin heç də könüllü, belə deyək, fikirləri əsasında baş vermir. Avropa İttifaqı, xüsusən Fransa, Vətən müharibəsində bizim möhtəşəm qələbəmizdən sonra bir günlük antiterror əməliyyatında ermənilərin Azərbaycan ərazisindən tamamilə separatçı qurumun təmizlənməsindən sonra Ermənistana hərbi, siyasi sahədə bütün dəstək vermək əzmini nümayiş etdirir. Biz nəzərə alaq ki, Hindistan əslində 1-ci Qarabağ müharibəsində də, 2-ci Qarabağ müharibəsində açıq şəkildə Ermənistanı dəstəkləyirdi. Bizim iradlarımıza baxmayaraq, Hindistan Ermənistana silah satmaq haqqında qərar qəbul etmişdi. Xatırladım ki, əgər unutmamışsınızsa, hələ müharibənin getdiyi günlərdə bizim mətbuatda Serbiyanın da ermənilərə silah satdığı haqqında məlumatlar dərc olundu. Azərbaycan dərhal etirazını bildirdikdən sonra Serbiya bu adımdan geri çəkildi. Bu Serbiyanın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyətin göstəricisi idi. Amma hansı ölkələr ki, bizim xəbərdarlığımıza baxmayaraq bu siyasət davam etdirirlər, bu o deməkdir ki, onlar Azərbaycanla qeyri-dost münasibətləri davam etdirməkdə maraqlıdırlar. Və elə sonraki dönəmdə biz Aleksandr Vučićin Azərbaycan prezidentinə qarşı səmimi fikirlərini gördük. Hansı ki, dedi ki, biz Avropalılar siyasəti bir çox hallarda sizdən öyrənməliyik. Bəli, bəli. Və mən xatırladım ki, bir daha o fikrə qayıdıram ki, Ermənistan Avropa İttifaqı, xüsusən onun aparıcı dövlətlərindən biri olan Fransa tərəfindən hərbi siyasi baxımdan çox ciddi şəkildə dəstəklənir. Adını çəkmək istəmədiyim hamımıza bəlli olan qonşu dövlətlər də Ermənistana bu dırnaqarası mənəvi gücü verirlər və ona görə də Ermənistan bir tərəfdən qabaqlayıcı tədbir kimi güya biz sülh istəyirik ritorikasına üstünlük verir diplomatik müstəvidə. Digər tərəfdən isə faktiki olaraq sürətli silahlanmanı davam elətdirir. Buna görə də mən Avropa İttifaqının bir daha o fikrə qayıdıram ki, biz Avropanın elmi, mədəni müstəvidə inkişaf etmiş Avropa ilə siyasi müstəvidəki Avropanı ayırmalıyıq. Avropa siyasi elitasında degradasiya gedir. Təsəvvür edin ki, Polşa prezidenti ötən il Azərbaycana 2 dəfə səfər edib. Bir dəfə yay aylarında, digər səfəri isə COP29 çərçivəsində noyabrın 12-sində baş tutub. Və COP29 çərçivəsində Azərbaycan səfər edərkən Azərbaycan prezidenti ilə görüş xahiş edib. Və bizim cənab prezident onu qəbul edib. Amma bundan cəmi 15 gün sonra noyabrın 26-sında Ermənistana səfər edib. Polşa prezidenti Andrzej Duda. Bir gün sonra isə noyabrın 27-sində Ermənistanın Azərbaycanla şərti sərhədlərinə gələrək binokulla Azərbaycan sərhədlərini müşahidə etmək kimi iyrənc bir hərəkətə əl atdı. Bu onu sübut edir ki, bu Avropa siyasi mühitinin, Avropa İttifaqına daxil olan ölkələrinin böyük bir qisminin, hamısını deməzdim, çünki orada bizim üçün Macaristan, Rumıniya kimi, Bolqaristan kimi dost dövlətlər də var. Onların rəhbərləri kifayət qədər ağıllı, konsensusa əsaslanmış, düzgün siyasət yürüdürlər.
Amma Polşa kimi, Fransa kimi, bəzi hallarda Almaniya kimi, Niderland kimi, hətta Avropanın bəzi zırtdan dövlətləri kimi dövlətlər də var ki, həmin dövlətlər, bax, Andrzej Dudanın timsalında Azərbaycana qarşı qeyri-dost, hətta mən deyərəm ki, düşmən hərəkətlərə yol verirlər. Bu, mənim şəxsi fikrim deyil. Cənab Prezident bu ilin yanvar ayındakı müsahibəsində Andrzej Dudanın həmin hərəkətlərinə toxunub və bu kifayət qədər iyrənc hərəkət olduğunu qeyd edib. Bu müstəvidə də biz həmin Avropanın, hətta nə qədər paradoksal görsənsə də özünün sülh fonunu vasitəsilə Ermənistana silah yardımından nəzərə alsaq, həmin Avropa İttifaqına daxil olan ölkənin Polşa prezidenti timsalında liderlərinin Azərbaycana qarşı açıq, aşkar, təxribatçı addımlarını nəzərə alsaq, eyni zamanda dırnaqarası sülh missiyasının Ermənistan ərazisindəki özünün mandatına uyğun olmayan, Azərbaycan etirazına səbəb olan və Azərbaycanla razılaşdırılmayan özbaşına fəaliyyətini də nəzərə alsaq, əslində Ermənistanın hərbi ritorikasının qaynağı tamamilə aydındır. Son olaraq, istərdim Elmə mən bir məsələyə toxunaq, qısa təbii ki, bəs qeyd elədiyimiz senari üzrə proseslər davam eləmiş olsa, bu proseslərin nəticəsi necə olar və bu nəticənin səbəbkarı kim olar? İstənilən halda Azərbaycan həmişə sülhpərvər mövqe tutub. Biz Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlamasına baxmayaraq, 30 illik müstəqillik tariximizdə yalnız sülh danışıqlarına, torpaqlarımızın dinç yollarla qaytarılmasına üstünlük vermiş. Ümumiyyətlə, tarixən türk xalqları genetik olaraq nəsildən nəslə sülhpərvər xalq kimi formalaşıb. Hətta baxmayaraq ki, tarixdə bir çox döyüşlər məhz türk xalqlarının, türk sərkərdələrinin adı ilə bağlıdır. Amma bu döyüşlər ermənilərin Azərbaycanlılara qarşı soyqırımları, məsəl üçün Xocalı nümunəsində göstərildiyi kimi türk xalqlarını qatil xalq yox, döyüşçü xalq kimi belə deyək, təsəvvür etməyə imkan verir. Bu baxımdan biz 44 günlük müharibədə də bir günlük antiterror əməliyyatında da özümüzü döyüşçü xalq kimi göstərdik. Əgər xatirinizdədirsə, bütün bu 45 günlük hər iki müharibə və antiterror əməliyyatı nəzərə alıram, 45 günlük aktiv hərbi əməliyyatlar zonasında Azərbaycan bir tək belə mülki erməni sakininə heç bir ziyan vurmadı. Bu, dünya müharibə tarixində görünməmiş bir hadisə idi. Buna görə də biz Ermənistanın, yenə deyirəm, etibarsız dövlət kimi bütün təxribatçı addımlarına hazır olmalıyıq və mən əminəm ki, Azərbaycan hərbi, siyasi rəhbərliyi bu sayədə tamamilə ayıq siyasət yürüdür, vəziyyəti aydın görür və qiymətləndirir. Amma nəticə nə olacaq? Nəticə məncə bərbaşdan aydındır. Ən yaxın tarixin 5 il əvvəlki 44 günlük müharibə nümunəsi var. Azərbaycan, xatırladım ki, bu müharibədə də, müharibəyə qədər də, hətta müharibədən sonra da Ermənistan riyakarlıq eləyərək Azərbaycan torpaqlarını işğal edən, Azərbaycana qarşı döyüşən qüvvələrin güya Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə qüvvələri olduğunu qeyd edirdi. Amma bundan sonra Azərbaycan sərhədlərində törədiləcək hər hansı bir əməl birbaşa Ermənistan Respublikasının Azərbaycan ərazisinə, suverenliyinə, qəsdi kimi qiymətləndiriləcək və Azərbaycan həm beynəlxalq hüquqa, həm də ölkə daxili qanunvericiliyə görə bu halda istənilən tədbirləri görmək hüququnu özündə saxlayır. Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, bu hadisənin ən pis variantda Ermənistanın Azərbaycana Blitzkrieg taktikası çərçivəsində hücum etmək niyyətləri və bunu reallaşdırma cəhdləri bilavasitə Ermənistana qarşı Azərbaycanın böyük hərbi kampaniyası ilə nəticələnə bilər ki, bu da bütövlükdə Ermənistan dövlətinin varlığını sual altında qoyar. Mən bir daha Cənab Prezidentin bu il 7 yanvardakı müsahibəsinə qayıdaraq Ermənistanın arxalandığı qüvvələrə çox da arxain olmamasını tövsiyə edərdim. Çünki Cənab Prezident bir daha qeyd edirəm, bildirir ki, həmin Avropa İttifaqı müşahidə missiyasının yaxın gələcəkdə oradan necə qaçacağını təsəvvür edirəm. Yəni, bu o deməkdir ki, istənilən dəstək Ermənistana uzaq qərbdən, yaxın qonşu bəzi dövlətlərdən pərdə arxası göstərilən istənilən dəstək onun Azərbaycan ərazisinə qarşı hərbi təcavüzünün yeni mərhələsinin başlanacağı şəraitdə
Ermənistanı Azərbaycanın haqlı qəzəbindən qurtara bilməyəcəkdir. İlham müəllim, çox təşəkkür edirəm ətraflı məlumat və təhlil üçün. Minnətdaram. Sağ olun. Son olaraq qeyd etmək lazım ki, bəli, Azərbaycan sözünün əri bir dövlətdir. Biz prezidentin ifadəsi ilə desək, nəyi, nə zaman, necə edəcəyimizi təbii ki, bilirik. Və elə Ermənistan buna uyğun addımlarını atsa daha yaxşı olar. Bugün sülh, sabah müharibəyə hazırlıq ifadələri təbii ki, nə diplomatik arenada, nə də digər heç bir arenada qəbul olunan deyil. Sağ olun, növbəti efir vaxtında görüşənədək.